Erməni qəsbkarlarının atəşlərinə çox məruz qaldıq. Artıq bu səsləri eşitmirik. Bu 30 il ərzində ermənilər bizim kəndimizdə çox zərbələr vurdu. Lakin bizim məktəbimizə də atəş olan zaman məktəbimizdə də gəldi, düşdü. Lakin biz bundan sarsılmadıq. Goranboyun Tapqaraqoyunlu kəndi bugün səssiz və sükut dolu günlərini yaşayır. 30 ilin hər günü isə atəş altında keçib bu kəndin. Xatırlayanda elə bilirik ki, bir yuxu keçmişik. Dərdim ki, ən böyük bayramımız bizim bu zəfər bayramımızdır. Bütün bayramların şahı bu zəfər bayramı olmalıdır. İllərlə düşmənlə üz-üzə dayanıb, hər səhərini atəş səsləri ilə açan Tapqaraqoyunlular bir gün belə olsun kəndi tərk etməyiblər. 30 ildən artıqdır bizi erməni güllələri qoymurdu ki, kətdə hərənək. İndi əkilikdə, biçilikdə, heyvanla saxlayırıq. Özümüz üçün indi azadlığımız var, çox gözəl istər. Uşaqlarımızın içində azad yaşayırıq, kəndimizin içində. Danışanda da, duranda da birlikin azadıq. Evimizdə də işimizi görürük, çöldə də işimizi görürük, hər bir şeydən də razıyıq. İndi ancaq quruculuq, yaşamaq həvəsindən kənddə yaşayırıq. Bugün isə Tapqaraqoyunlu kəndi yenidən qurulub, dağılan evlər, yollar yeniləri ilə əvəzlənib. Goranboyun Tapqaraqoyunlu kəndində olduğumuz bu mərkəzi yoldan tam 30 il ərzində hərbi təyinatlı nəqliyyat vasitələrinin hərəkəti müşahidə olunurdu. 44 günlük vətən müharibəsindən sonra yeni çəkilən bu yol tam dəqiq desək, Naftalan, Qaşaltı, Tapqaraqoyunlu su qovuşan avtomobil yolundan hazırda mülki nəqliyyat vasitələri keçməklə Dədəbaba torpaqlarımıza gedib gəlməkdədirlər. Rəşidə Zülfüqarova, Xaliq Qurbanlı, Fuad Quliyev, Günel Habil qızı, ASTV xəbər.